Kəndin qonşuları quzey tərəfdən Baranlu, güney tərəfdən Nocədi, Günçıxan tərəfdən Mayanı Sufla, Yencikət və Günbatan tərəfdən Satıllı kəndidir. İftixarımdı olam mən sənə qurban vətənim. Ay sağ ol. Pərçəmündə yazılıb ayə-i Qur'an vətənim. Pərçəmündə yazılıb ayə-i Qur'an vətənim. Ay sağ ol. Toprağın lalə bitirdi şühədə qanindən. Toprağın lalə bitirdi şühədə qanindən. Olmusan gün kimi aləmdədir əxşan vətənim. Səfalı düzlər uzaq dağları, göy çəmənli yaylaqlar gözəldir, göy çəmənli yaylaqlar gözəldir. Anasınlar çəmən zarda qurulur, vətənimin çeşmələri qurulur, vətənimin çeşmələri qurulur. Yamazlar min bəzəklə qurulur, Quruna gözlü qulaqlar gözəldir, vətənimin hər diyarı gözəldir. Yetirib baxsalar bağda barını, tökübdür əllərə yöl dubarını, tökübdür əllərə yöl dubarını. Düşən də yaxtarım tapsa yarını, düşsə gecə oynaqlar gözəldir, vətənimin hər diyarı gözəldir, vətənimin ay, hər diyarı gözəldir. Bəli, tamaşaçılarımız Axla kəndinə gəldik, gördük xanımlar burada çörək yapırlar. Bu kəndin çörək yapması fərqlidir ayrı şərtlərlə. Əvvələn bu ki, mən bu kəndin baxırdım çörək yapmalarına. Kündələrin üstünə gətirirlər bunlar küncüddən. Onlar küncüddülər. Ha, küncüd, ha? Küncüddülər. Bunlar küncüd vururlar. Mobil səsi gəlir. Xət verir burada mobil. Ha, yox, Allah'a çox şükür. Mobil də xət verir. Bu da dövlətin bir imkanlarıdır ki, şükür Allah hələ. Mobil xət verir. Söhbətim ondaydı ki, o bacılarımız o mobilləri bir dəqiqə xamış eləsin. Nənə o mobiliniz xamış eləsin, deyil mobil? Ha, nənəsininkidir mobil. Ha, o bir dəqiqə xamış eləyin, ay sağ ol. Söhbəti ona gətirirəm ki, bu küncüdür ki, vururlar burada kündənin üstünə. Mən ayrı yerdə görməmişim. Eşitmişdim, ha, nə bilim, üstü çörəklərində zanında, bəli görməmişdim. Bunların həm də saca salmaları zatları fərqlidir. Baxın bir, o oxlu elə bir cür vururlar, ha, ayrı yerlərdə yox. Bir ayrı təfavut da bunların o təndirlərdə samaşaçılarımız. Bunların təndirlərində kərmədir, yapbadır, belə bir zatlar yoxdur. Nə mənə ilə yanır bu əbildiniz? Ay sağ ol. Nənəm, siz bunu nə ilə qızışdırırsınız? Qazını. Ay sağ ol, qazdır. Bax bir qaz da buradan gəlir. Bax bir, çox arxayınçılıqdır. Yəni burada ayvala qaş, yapba cəhəti, uşaq təzək cəhəti, seçmə cəhəti onlar yoxdurlar. Filansa fərqlidir. Nənəm, onun bu küncüdün hardan ələ gətirirsiniz? Alırıq da. Aha, alırsınız. Hə, nənəsinin keviz necədir? Sağ olasın. Yaxşısınız. Buradan deyir, bu təzə qızlar zat ki gəlirlər, məsələn, baxırlar. Çörəsət yapırlar, ya salıblar qarı qocaların başına. Heç biri başarmaz ilə qocalar başarar. Hə, niyə öyrəşmirlər görəsən? Da əllərindən gəlmir, başarmırlar yapamır. Axı orada görən biri oturub, o öyrəşir də. O başarır, daldakı yapar, o qabaqdakı başarmaz. Aha, öyrədin, yox, görünət, maşallah, maşallah bir dəqiqə. Maşallah, maşallah görürsən nə qəşəng çörəkdir.
Şəhərdən yanım 11.500 tümənə mayadır. Bax fikir edirəm heç. Verməzlər. Çox qəşəng. Əlləriniz ağrımasın nənə. Sağ olasın. Nənə düz yapışmadı. Bax gör düz yapışmamış ha. Düzdür. Bax gör nənə bax gör. Qəşəngdir. Ay sağ ol nənə. O nənə mənə təsvir elədi. Bilirsən? Yəni Tommy Tunidir ha, yəni ondan. Allah mobilim zadım düşəcəkdən. Mobilimi çıxar. Ya Belfast. Ay dede. Ah. Ay dede. Allahümme salli ala Muhammed və ali Muhammed. Düşməsin yerə ha, yazıq Farıq. Etibarımız əlimizdən gedir. Hə, onu başarmırdım. O qıraqlarını vurmaq. Hə, biz ənəşalı olacaqdı. Mən belə üstü vurmuşum. Allahümme salli ala Muhammed və ali Muhammed. Görürsünüz də, buna deyirlər çörək. Deyəcəkən yaxçı bişirənməmişəm, məli xubdur. Əvvəl təcrübədə qəşəng çörək. İnşallah bir günlərəcə olmalı. Şatırlıq da əlimdən bəs gəldi. Sağ olasın nənə, Allah köməyiniz olsun. Mən icazə əzin elə bu çörəyimi də apardım da özümlə. Əzizim daşa çalar, ömrümü daşa çalar. Yemə namərd çörəyin, qaydar başa çalar. Dərmanın pərindən, suyu çıxar dərindən. Elin sözü bir olsa dağ oynadar yerindən. Dağların harayından, el köçdü harayından. Mərdin daxması xoşdur namərdin sarayından. Axar su gedər qalmaz, ürəkdə kədər qalmaz. Vəfalıya can qurban, bevəfa gedər qalmaz. Tut ağacın darama, əldən çıxar barama. Həlal zəhmətlə gələr, haram gedər harama. Əzizim daldasına, mərd yiğit daldasına. Namərd aslan olsa da sığınma daldasına. Bunları ki görürsən Aməhərrəm. Hə, deyər qəlbidən Bu danışır. ağlar ki görürsən, bunlar mikrobdular. Aha. Çərmi şəhəri, Təbrizin, burada Kuşlagahı, morğu vardı. Aha. Bunlar mikrobudur, gəlir yay qışı. Burada biz iydən oturamırıq. Aa, Çox iydən. pis iyi olur. Əslən belə nə mərisçili, saratandır, kulliyavıdır. Bizim bu kəndimizdə çoxdur. Biri Atcana sağ tərəfə gedir bu Aha. buranın. Son yel də gələndə Kullən kəndi bu iyi. Əslən yəni bir dənə ev yoxdur ki, burada məsələn iyisiz olmayan, hamısına iyi gəlir. Bəli, hər halda bu bir dənə müşküldür əziz tamaşaçılarımız. İnşallah ki, əziz məhsullarımız gələrlər yaxından bu adı çayın bərrəsi eləyərlər, mütaliə eləyərlər. Görərlər axı bu çay niyə belə aludə bir çaya dönübdür. Axı niyə görəsən bu çayın qırağından rədd olanda iyisi milləti boğur öldürür. Niyə görəsən o frutqahdan rədd olanda da bu hələ geçəndə baş gicəllənməsi tutur. Vay dədə, yadıma düşdü, ürəyim qalxdı. Dədə vay. Yaxşı. İndi bir dənə bir əhsimizi salın. Hemen. Abi ama sakmışsın burada. Tut çözüm. Aa buyurun ya buyurun. Aa sakmışsın. Haydi! Ne bu? Fıstıklı da var. Belə dayanın, arxançılığa, yaxçı. 2 dəqiqəyə gəlirim, 2 dəqiqəyə gəlirim. Şeyim orada bir xanəyə Beytaşda görüm, Allaha çox şükür, imkanatından zandan da vardı, yaxçıdır. Onlardan da bir söhbət açaq, gələk. Mən də qayıdıram da, mən necəyəm bir xanəyə Beytaşda? Bir fürsətdir, düşüb əlimi istifadə edeyim imkanatı dövlətdən. Salam aleyküm. Ya Allah, necəsiniz? Salam aleyküm Hacıxan. Maşallah, uşağa bax. Ha, yaxçı xan dötür. Hacıxan, yaxçısın inşallah. Bəli, sağ olasın. Ən aşağısı da Xanəyə Beytaşdır ki, Axla kəndinin Beytaş evidir. Bir para görən bacılarımızdan buradadır. Bir dənə də əziz bacımız buradadır. Şef içki eləmə elə, məhsulu Xanəyə Beytaşdır. Yaxçı bacım, kefiz necə? Mən icazə əzin əyləşin elə, mən də oturmur icazə əzin. Rahat olun, ya Allah. Yaxçı, buyurasınız ki, bu Beytaş evi ki burada vardı, Axla kəndində.
Bura gündə neçə nəfər gəlib gedir? Bura gündə 100 nəfərə yaxın bizim müraciət edəndəmiz Aha, olar. 100 nəfər. Döhtür olan gündəki elə 150 nəfərə yaxın olar. Aha, döhtür olan gün. Bəli. 3 gün döhtürümüz olar. O günlər 150 nəfərə yaxın gəlir. Həftədə bəs 3 gün döhtür gəlir. Bəli, 3 gün gəlir. Allah soruşur, 3 gün yaxşıdır. Yəni şərt vardı ki, bəzi vaxt şərtləri biz edərik, onlarda döhtürzə də olmaz. Görürsən 3 aydan, 4 aydan, aydan uzun şeylər. Bura nəinki bizə abad yerdir, əlhamdülillah döhtür dəftər düşüncədir ki, güzel. Məmur olan bura gələndə nəmə niyə gələrlər məsələn? Bura elə vaksana gələrlər, tənzimxana vadiyə gələrlər, Bəli. fişara gələrlər. Bəli. Bu cür elə məsələn döhtürə gələrlər, dava məsələn elə daruxanamız var burada gələrlər dava Bəli, apararlar. gələrlər. Hərənin özünün pərvəndəsi var da burada. Bəli, pərvəndə xanı var, komutdadır. Bəli. Sonra bu Behtaşev işi buradadır. Gündə saat neçədən olar, neçəyəcək? Döhtür olan günlərimiz 8-dən saat 3 yarımacandır. Olmayan günlərdə 8-dən 2-yəcəm, 1 yarımacı. Buranın neçə nəfər kadr var, neçə nəfər işləyən var? Burada 2 nəfər behvərzimiz vardı. Aha. Bir də mamamızdır, daruyarımızdır, pezeşçidir. Aha, döhtürdü, pəs 2 nəfər. Xan döhtür, burada day nə mənə müşkülatınız var? Müşkülatımız əsası müşkülümüz odur ki, senini payında çox da izdivac eləyirlər. Məsələn, uşaqlarımız dərs oxuyanmır. Qızlar məsələn. Bəli, dovum rahnımay, sevun rahnumaydan izdivac eləyirlər, gəlirlər məsələn şohərlərin önünə. Bir də məsələn dərsə idamə verəmirlər. Oğlanlar 15 yaşdan öyrəndirirlər. Ona görə oğlanlar 15 yaşda evlənir, məsələn qızlar da təqribən 12 yaş, 11 yaş. Çox rəsmidir, mod belədir burada. Mod indi təzə mod eləyiblər. Qəblən bu cür deyil. Aha, təzə yəni məsələn. Bəli, 2-3 ildir bizə böyük müşkül olubdu. Aha, bəli. Ona görə tənzimxana vadəmizdə çox gedir üstə. Bəli, çətin olubdu. Bilmirəm hala nə illətlər bahis olub ki, bu cür izdivaclar. Xahiş edirik ki, biraz görürsən xanım götür. Bu illəti nə mənədəndir belə axı məsələn indi çeşmən çeşmidir. Biri baxır o birisinə deyir 13 getdi mənimki məsələn. Da indi çətdə mod olubdu. Aha, mod olubdu. 15 yaşdan üstə qalanda deyirlər filan gəlsin qızı məsəl qaldı. Aha. 2-3 nəfər də bacılardan görürəm burada oturub. İcazənizlə bunlarla bir söhbət edək. Uşaq bir dəqiqə dayanın orada uşaq. Allah uşaqlar. Hə, bacısının keyfi yaxşıdır inşallah. Sağ ol. Nəzurdur buradan Behtaşeviç vardı, götürə vardı. Gəlirsiniz imkanatından danışın. Nəzurdur, razısınız ya yox? Bəli, razıyıq. Allaha çox şükür Allah. Bu uşaq keyfsiz gətiribsiz ya? Bu elə xan Behvərzin öz uşağıdır, bəli. Mən də mamanısıyam. Allah hifz eləsin. Hörmətli dostlar, Azərbaycanın müxtəlif yerlərinə ki biz gedirik, gəzirik, dolanırıq, hər məntəqənin bir xas fərhəngi folkloru olur. Ona görə hərəsinin özünə görə gözəlliyi olur. Günlər Axla kəndində gəzirdik, gördük ki, burada evlərin birində yorgan sarıblar, xanımlar sırıyırlar. Belə nişan belə bizə gəldi ki, bir xanım burada bəxt evinə gedəndə onu burada Cahaziyyəsi Mücursalarla kəndində o bir xanımlara gələrlər, köməklik elərlər. Hər halda özünə görə gözəl bir fərhəng edib, gözəl bir folklordur ki, bu fərhəngi daha bəzi yerlərdə yaddan çıxıb gedib, amma Axla kəndində hələ də çələdir, yerindədir. Dostumuz Aşıq Əbdüllər İskəndəri dostları ilə bahəm bu gündədir. Axla kəndindədir. Elə istəyirik ki, bu şən günlərə görə, şadlıq günlərə görə ki, hər yerdə indi şadlıqdır, bir tərəfdə toydur, bir tərəfdə bu cür şadlıqdır Dəhiyə Fəcrə görə. Bu gün də təbrik edirik. Yenə də Aşıq Əbdüllərinin bir gözəl mahnısını siz dostlarımızla birlikdə eşidirik. Qız bulaqsa oğul çaydı, biri günəş, biri aydı, hər ikisi şirin paydı. Qızsız ev, duzsuz ev, hanki evin qızı yoxdur, evin duzu yoxdur. Bu bəygəlinə xoşbəxt olsunlar. Hər ata yananın arısı budur. Hər ata yananın arısı budur. Evladı Beydura yəldəşəm gələ. Evladı Beydura yəldəşəm gələ. Şadlıq meylisinə cilvə verəndə, şadlıq meylisinə cilvə verəndə, kim razı olar bircə dostu kəm gələ,
Kim razı olar bizə dostu kəm gələ. Elindən ucalır zah cəlalim, ona görə yoxdur dərdim əlalim. Ona görə yoxdur dərdim əlalim. Saz sinəmdə coşur xəstə xəyalim, raz olmaram ellərimə qəm gələ, raz olmaram bəy gəlinə qəm gələ. Vətənim var tarixlərdə uzalan, qoçaqları dövüşlərdən bazalan, qoçaqları dövüşlərdən bazalan. Adım Şəkibidir, eldən güzalam. Adım Şəkibidir, eldən güzalam. Raz olmaram ellərimə qəm gələ, raz olmaram ay vətənimə qəm gələ. Amanım, amanım. Hacı əmi keyfin necədir? Əziz olasın. Baxıram o yoncuya dağıdırlar adamın ürəyinin yağ ərir. Yoxdur, Kilo ayol. neçəyə baxır bu yonca? Kilo 430 mən. Yəni indi 1 kilo yonca ye, ağzını atır bir dənə bucur tutur 430 mən Bəli, gedir. 430 mən gedir. Əjdahım. Salam için əmi keyfin necədir? Ya Allah, ya Allah, keyfiniz yaxşıdır. Allah səni Nə var nə yox? Allah sizi də səlamət eləsin. Allah sizi də sinsitməsin. Sağ olasın. Burada neçədən inəz var əmi? Burada dərhədədə 200 dənə idi. Aha 200 dənə. İndi Bəli, az bəli. görürəm. Zərələri satdıq da. Aha, hamısını. inəkləri satdınız. Bəli, bəli. İri xırda bizdə hamısı 200 dənə idi. Aha 200 dənə bəs. Bəli. Da süt neçəyə satsınız? Süt indi 550 tümən. Ha 550-yə sütü satsınız kilo. Bəli. Qədim zaman məsələn nə cür idi? O bayaqlar deyildin lotu nə mənə idi? Lotudan bir danışdım. Bura necədən də? Lotu nə mənə barəsində danışırdın? Bəli, arz eləyim. Adam dünyaya gələndən büyünəcən. Eşitdiyimiz tarixi oxuruq. Aha. Eşidərik. Bu dövlət kimin? Dövlət nə gəlib, nə də gələr. Aha. İlləti bunadır. Qədim eşitmişdik ki, bizim bu kəndimizdə bir övrət istərdi hamil ola, ya bir uşaqla xoşluya, biz o taya aparanmazdıq. 4 dənə kişi duraydı, onu aparaydı o taya dövdürə. Otay aradı. Məsələn, Xısrovçuya, Hə, hə, ora. Deyilməz. Üstçüyə. Sağ əlindeyiz. üstçüyə aparanmazdıq. İlləti bu idi ki, qorxardıq. Hə. Qorxardıq. Vəli bəbərəkəti inqilab, Cümhuri İslami, indi bir dənə övrət dünyanı dolana, əgər özündə bir zərrə rəyi, kəcli olmasa, dünyanı dolanar salimdə qeydərcələr kəndimizə. Biz o qatir məsələn şükür eləyirik Allaha, bu əminamanlığa, bu rahatlığa. Salam. Salam aleyküm. Ahvaz olsun. Salam aleyküm.
Əziz xidmətçi salam ərz edirəm. Çox xoş gəlibsiniz Axla kəndinə. Kəndin də mən o cür görürəm, əziz tamaşaçılar. Siz də görürsünüz. Çox mehriban cəmaatı var. Vaqiətdə bu gün elə bizlə bunlar gəziblər, dolanıblar. Elə buna görə mehriban bir dana da bir bəxşidarlar vardı. Sağ olsunlar. Cavay bəxşidar, Cavay Noruz. İstəyirəm ki, buyurasınız ki, bu kəndə indiyəcən ki, İnqilabdan neçəsi soğuşubdur. Bunların bu kətlərində olan xədəmatdan bir söhbət eləyəsiniz. Bundan qabağa gəlir. Əziz tamaşaçılarımızdan salam əleykiniz var. Buyurun. Sonra xidmətçi olaq. خب بسم الله الرحمن الرحیم بنده de عرض ادب و احترام varımdır tamami əzləri məhzərinə 33 ildir inqilabımızdan soğuşur varid oluruq 34-cü ilə Ərz olsun xidmətinizə mən bu cür yetirim ki bir bərəkəti bu inqilab bu bərəkəti bu nizam Bəxşda dövlət nöhüm dəhəm insafən bu kəndə yaxşı etibarlar da gəlir Bu kəndin mədrəsəsi vardı, suyu vardı, bərgi vardı, qazı vardı, telefonu vardı, xanə behdaştı vardı, postubancı vardı, müxabiratı vardı. Tamam imkanatı ki lazımdır, bu kənddə varımızdır. Vəli biraz zəif işlənibdir, o mən özüm də qəbul edirəm. Ki, əzizlərimizdən də istəmişik, yəni 2 ay bundan qabaq biz şura, idarə, bəxşilə bu kəndə gətmişdik. Mən özüm ki 8 ay bu bəxşidə xidmət izləyəm, elə şura idarəni də aparıq kətlərimizə. 34 dana məsulini, şəhristanı o bəxşimizi gətirmişdik. Burada Axulada məsciddə cələsə salmışdıq. Bu kəndin əgər müşkilatı olmuş olsa, köməkləşə həll eləyək. Ki, bəli, burada acı tayini müşkülü var idi. Ki, bu müşkül əlbəttə yenə qalır yerində. Ki, bu proje ustanıdır. Təhb bizim kəndimizinki deyil. Acı çaydır ki, Furqaq qabarından rədd olur, Çərmi şəhərin Fazıl Abizadı gəlir. Bəli, burada böyük tərim müşküldür ki, biz də Muhit-i Zistidə, Mərkəzi Behdaşdan istəmişik, köməklik eləsinlər ki, inşallah burada həll olsun, bahis bimari, bu həmkətlilərimiz olmasın. Min cümlədə yar fəslində çox xətərnaşdır. Ki, əlbəttə bu moriddə İmur abi da başlayıbdır, Satullu tərəfindən layubisin, işləyir. Ki, ümidim Allaha var ki, elə inşallah gələl də bu kənd qutula. Burada Moşkili mədrəsəni elam eləmişlər ki, bir mədrəsə var idi ki, təxrib olunmuşdu. Bunun basasına. Biz Nosazeyin də reisini dəvət eləmişdik bura, Amuzəş Pərvərişə, Bəxşi Xisrov şəhərin rəisində. Ki, bunlar ikisi də ələlə veriblər, qolu veriblər ki, inşallah bu illər misali təhsildə buranın da müşkülünü həll eləsinlər. Hətta 5 dənə kilasi ki, burada Razı mədrəsəsində vardı, Gəral da orada kilaslar başlansın və bu birisinin də basası inşallah bu illərimə salih fəslidə, fəsli karidə başlanacaqdır. İmam Zaman Gülcaman'a salavat deyək. Allahümmə salli ala Muhammed Ali Muhammed وَالنَّهَارِ إِذَا جَلَّاهَا وَاللَّيْلِ إِذَا يَغْشَاهَا Əziz tamaşaçılar, burada bu günlər bu kəndin gəldik gördüyü məscidin uşaqlar hamısı bu Quranı oxuyurlar. Ona görə belə zehnimizə çatdı ki, bu günləri və hesab müsabiqəmizi bu uşaqların arasında bu Quran çox oxuyurlar. Beləsinə hesab qurulublar, müsabiqəni burada tutaq. Amma bu günlər Hacı Abdullahzadə ki, bu kəndin məscidində olurlar. Elə bil Hacı abi, bu günləri müsabiqənin zəhmətini verəcəksə, bir dənə sual mən soruşum, birinin caizəsini mən verim. Hə, bir ikini hər kəs başlasın. Qalanı inşallah bunlar siz pay paylaşır eləyəcəksiniz. Görün ki, mən nə çəkirəm. Görün mən nə çəkirəm. İndi bunlarca paylaşın bax. Özü bir dənə işdə, ha? Doğrudan özü bir dənə işdə. Uşaqlardan heç var ki, məsələn mən görürəm, dədə-nənələri sizə yaman zəhmət çəkirlər uşaqlar. Vaqiət deyirəm ha, buradakı bu cür irahatçılıqla gəlirsiniz, gedirsiniz filan. Dədə-nənələri çox zəhmət çəkir. Bunların qədrini bilin. Heç olub ki, məsələn bu barədə bir dənə bir ayəzat hifziz ola, dədədən, nənədən, valideynindən zaten bir kəs var ki, başara bir ayə. Kim vardı? Ağa. Vay dedin. Ağa. Şamız. Haca, valideynə görə bir dənə bir ayə oxucunun, hə, oxu, haca, hə, balaca elə. Hə, səsi var, səsi var. وَالْوَالِدَيْنَ إِحْسَانًا به پدر مادر خود نیکی کنید. Qarışım. Gələ bunu əvvəl, elə bir hamısı başar. Belə Allahümmə salli ala Muhammed və ali Muhammed. Elə bir acab, mən bara qoydum, bunların hamısı maşallah dini lahazdan qabaqdı da, mən nə mənə desəm, bunların hamısı barmağı belə eləyəcəkdi.
Buna görə həyatı satan verəm dədəyədən, özümü yox. Verəm bu caziyə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bunların hərəsinin üçün uşaqlar bir həyat pulu vardı. Yol. Bunu inşallah Hacı zəhmətin verək sizə. Elə siz burada imtahan alın, cazələrin böyük zəhmətini siz verin də. Hacı bir anda bir sual vardı, Allah sizi səlamət eləsin. Mən bu kət yerlərinə gedirəm, bunlarda ruhanizət belə çox az görsənlər. Elə o demək olar, oruçluqda zətdə hərdən bir gələrlər, sonra gedərlər. Nəcəb siz burada qalıbsınız? Biz ərz eləyim xidmət sizə ki, ayrı bir kətlərdəki buyurursunuz, məxsusən Durubdada yerlərdə ki, imkanat çox az olur. Məsələn, xanəyə alimi olmur və imkanat maddi və müşkülat da ki, bunlar kullən hamısı müşküldür də, qala bilmirlər və himayət-hay mali də olunmur. Buranın özündə də hala bizim özü xanəyə alim yoxdur, elə bir müşkülat ilə qalırıq. Yerini almışıq inşallah. Əsliyyətin buralısınız. Burada deyil. İcarə neşin sizindir. Allah bütün həyətsizlərin hamısına Xudavəndə bir həyət öz xəzanəyə qeybindən Xudaya yetir də, nə olar? Qırıldıq. Uşaqlar bir dua eləyin. Bir amin deyin də. Amin. Bəli. Eyləm Şama. Sən ölməyəsən. Geyir Şama, gedək Şama. Şamı quraq inşallah bədən əziz tamaşaçılar. Görək nə edirik. Aha, Allah. Ya Allah. Allah sizi hifz eləsin. Allah səlamət eləsin. Allah köməyiniz olsun sizin. Nə zəhmətə salırdınız onu. Allah hifz eləsin. Səlamət olasınız. Sağ olsunlar. Sağ olun. Allah köməyiniz olsun. O bizə mühümdür. Vallahi bu üzəri bizə çox mühümdür. Vaqiyyətdə bu bərnaməcət də ki, bir əvvəl çıxıb. Elə görürsən ki, hərdən bir üzü quyulu gəlir. Qəribə şuğulu oldu. Yat. Əziz tamaşaçılarımız, qar da yağır, yağış da yağır. Qəşəng havadır. Bu Şəkki vardı, Axla kəndinin. Havası isti bir yerdir bura. Nə illətə görə bizi çağırdınız kəndinizə? Məsələn, bərnamədən xoşunuz gəlirdi? Bəli, bərnamə televizyondan görürdü, çox yaxşı. Ali bərnaməni istədik bizim kəndimizdə bir görək. Hacı, sizin nəzəriniz nədir bu bərnamə ki, məsələn, bir televizyondan pəxş olur, kət bərnamələri? Televizyondan elə kətdilər bərnaməsinə baxırıq. Bir xüsus Məhərrəmin bərnaməsinə. Xoşumuza gəldi, dəvət eləmiş, gəlsin bizim də kəndimizi görsün. İnşallah kəndinizi, inşallah yəni indi bu dəqiqədən önə Axla kəndi, Xisro şəhərin kətlərindəndir də hamı tanıyacaqdır. Yəni dünyanın o başından da zəhracaqlar ki, məsələn, kəndi var, benamı Axla. Axla adındadır. Çox gözəl. Şalbay, sizin burada əsl işiniz nə nədir? Burada bizim işimiz kəşavəzlik. Ki, necə işiniz? Məmulan nə mənəksiniz? Məmulan indi buğda, yonca, məkə. Şalbay, məkə nə vaxt yetişir inşallah? Məkəni yaydan 10 gün qalanda əkərlər. 70 gündən sonra da istifadə elərlər, biçərlər. Şalbay, fəqət onun o zamanında mənə bir telefon eləyən elə biriz, fərq eləməz, hangi oldu. Biz çox dəyərliyik, bir 3 nəfərik. Hərəmiz bir bardan dolduracaq. Onda bir telefon şumarə verəsiniz. Veririm, şumarə verirəm. Onda telefon elə gələsiniz. Yəni biz yəhruz, laf vaqiyyətdə, biz elə də... Necə ikindi telefon eləmişik, gəlmişsiniz, elə üçün həmin İnşallah, inşallah. Biz seyranma da indi xidmət edəmədik. Yo, Allah hifz eləsin. Biz vaqiyyətdə istəyirik, elə bunları çaldıq, hərəmiz bir təris aldıq elə. Aparacaq o tərbizdə, Bağdazatda, Pakişlərdə zətdə sataq. İnşallah 5-3 gündə oradan çaqqa çox gəlir. Çaqqa çoxdur da, nə olacaq? Halal ruzudur, nə olacaq? Çal bana bir dana deyələ bir qəşəng oxumaq əziz tamaşaçılarımız oxuba. Bax elə ora. Qəşəng səslə oxu elə. Əvvəl əlif qudrətində Erşelaye olsun selam, Erşelaye olsun selam. Şeyh Hatemir ey Resulü, Mustafa'ya olsun selam, Mustafa'ya olsun selam. Tey Tahire sirri sübhan, Tey Tahire sirri sübhan. Eyneli Şah-ı Merdan, Eyneli Şah-ı Merdan. Murteza'ya olsun selam. Hey iki nami ilahi, hey Hasan Zehrili ahi. Hey Hüseyin teşneler şahi,
Kərbəlaya olsun səlam, Kərbəlaya olsun səlam. Doğrudan sağ ol. Allah bütün o insanların ürəkləri Kərbəla istəyir. İnşallah tezliklə getsinlər orada. İnşallah, bəlkə inşallah mənə də hacı bir... Mən də inşallah bəlkə getdim bir Məşədə zada, bir Arzum Bacədən Məşədə. Gəlin gedi. O məkkələrini Çalbaycım. O məkkələri vaqiyyətdə şahidsiz burada ucuz olur. Şəhərdə yaman bahadır. Yəni birinin indi orada neçə min tüməndir bax. O məkkə ki mən deyim. 2000. Yəni mən gündə hesablayıram. Gündə 500 dənə məkkə satsaq milyonu qazanmışıq da. Bəli, əziz tamaşaçılarımız, Axla kəndində bu gün gəzdik, dolandıq. O qədimdən deyiblər ki, çox, gəzən çox bilir, çox yaşayan yox. Biz də elə bu gün bu kətdə gəzirdik. Bəzi fərhənglərlə aşina olduq. O fərhənglərdən biri də bu idi ki, bu kəndidə, Axla kəndində həm oğlanlar tez evləndirirlər, həm də ki, qızlar tez ərə verirlər. Məsələn, şəhərdə görürsən ki, cavan vardı, cavan deyirəm ha belə, 55 yaşı var, əli inşallah təsmin tutacaq evlənsin. Nənə, kevin əhvalın? Sağ olasın. Yaxşısan inşallah? Sağ olasın. Allah köməyiniz olsun. Sağ olasın. Nənə, mən eşitdim ki, bu kəndidə həm gəlinləri tez gətirirlər, uşaq sinnidə, həm də ki, oğlanları uşaq sinnidə elə evləndirirlər. Bəli, özüm buralı deyirəm. Haralısan? Kürdistan idim, Bukanlıyam. Bəs gəlin gəlibsin. Bu əhli Axladan çox razıyam. Sağ ol. Hamısından. Amma özüm ikisi 4 dənə uşağım vardı. 2 qız, 2 oğlan. Allah xoşbəxt Bir yol, eləsin. onlara uşaq vermişəm ərə. Neçə yaşında? Məsələn 12 yaşında, 14 yaşında, 13 yaşında. Oğlanlar neçə yaşda evləndirdin? Oğlanlar adımınadır. Biri 15 yaşında evləndirmişəm, biri oğlum. Əgər məsələn tez verməyin ərə, burada söz elərəm. Burada deyirlər ki, söz olur. Bəli, söz olar. Fərhəngdir da bir dənə. Fərhəngdir. Belə deyirən adımınadır, eyvay o falan kasın qızı qaldı evdə, Behmən qızın qızı qaldı evdə. O Bukanla nə cürdür, nənə? Sizin o məntəqəzdə, o məsələn ana yurdunuzda. Bukanda məsələn 20 yaşından, 30 yaşından və zürdə hər kəsə xoşu gəlsin verirəm. Amma vermirəm. Deyirəm biz adımınadır, nazır biz qızı verin, gərək adımınadır bir şey boşarsın. Amma mən oradan adımınadır şey eləməmişəm, burada da borclaşmışam. Dəb branşı ilə, ay sağ ol, yaxşı. Hər halda bu da bir dənə fərhəngdir, bir dənə bu məntəqənin dəbidir, rəsmidir ki, istədik ki, siz də tanış olasınız. Görəsiniz ki, hər məntəqənin özünün xas zindecanlığı, xas yaşayışı vardır. İnşallah əziz cavanlar ki, buradadırlar, həmişə öz zindecanlıqlarında müvəffəq olsunlar, başucu olsunlar. Bir dənə də bizim yadigarı bir Çalbay əmimizlə ki, bu qızların atasıdır. Bir əhzimizi sazlayın, Çalbay ilə bir bax dürbünə. Cavanınız bu kəndideydiniz də? Bəli. Bir də Ançayçə sağ olsun da. Kəndimizə gələn abatlığına əlləşə. Qədim xanlarınkidir bura. Yazdan heçdad elə bir şey düşür, elə evdə olur. 13-14 nəfər onun elə burada işləyənimiz olur. Gün yayılıb, şoğu düşüb hər yana. Dəhifəcidə öz mədrəsələrində cəhşir tutublar. 80 nəfərin ailəsi bu cür bu dəstgahlardan çörək yapar. Taxt üstündə Süleymanın eylədir. Qəriblərin sən şahınsan, yoxsulların namarlısan. Sonra biz zəh vurmuşuq, dünən münəşə gəlir kəndizə. Nə qədər zəh vurmuşuq, inanmayın.